Siz dinləyicilər, bu günləri fizika 7-ci sinif 2-ci hissədən ohm qanunu izah edəcəyəm. Başlayaq. Çeşmədən yaz və qış aylarında axan suyun miqdarında fərq yaranır. Qışla müqayisədə yazda su daha sürətli və gür olur. İndi suallara baxaq. Sizcə qışda suyun sürətlə gür axmasına nə mane olur? Boruda suyun donması mane olur onun gür axmasına. Növbəti sual, hər hansı borudan axan suyun miqdarını artırmaq üçün nə etmək olar? Hər hansı borudan axan suyun miqdarını artırmaq üçün borunun sahəsini, yəni en kəsin diametrini artırmaq lazımdır. İki fərqli lampanı ayrı-ayrılıqda eyni gərginlik mənbəyinə qoşduqda lampalardan keçən cərəyan şiddətli fərqli olur. Bu fərqin nə üçün yarandığını izah etmək üçün müqavimət anlayışından istifadə olunur. Birinci fəaliyyətə baxaq, oradakı sualları müzakirə eləyək. Gərginlik cərəyan şiddəti arasında əlaqənin araşdırılması, ləvazimat 3 ədəd 1.5 voltluq qalvanik element, birləşdirici naqillər, açar, lampa, voltmetr, ampermetr. Şəkildəki dövrəni qurun. Açarı qapayıb ampermetr və voltmetrin göstəricini cədvəldə qeyd edin. Sonra növbəti yenə açarı açın, ikinci element ardıcıl birləşdirilib, açarı qapayıb addımı təkrarlayın. Növbəti dəfə yenə üçüncü elementi ardıcıl birləşdir, açarı qapıb yenə də üçüncü addımı təkrarlayırıq. Bu zaman cərəyan şiddətinin gərginlikdən asılılıq qrafikini qurun deyir. Cərəyan şiddəti gərginliklə düz mütənasib asılı olacaq. Yəni, indi müzakirə suallarına baxanda özünüz görəcəksiniz. Qalvanik elementin sayı artdıqca birinci suala baxırıq. Ampermetr və voltmetrin göstəriciləri necə dəyişdi? Deməli, qalvanik elementlərin sayı artdıqca cərəyan şiddəti artır. Yəni, ampermetrin göstərişi artacaq. Ampermetrin göstərişi artdıqda ona uyğun olaraq voltmetrin də göstərişi artacaq. Deməli, ampermetrlə voltmetr düz asılıdır, xəttə asılıdır. İkinci və üçüncü elementi qoşduqda voltmetrin göstəricisi ampermetrin göstəricisinin nisbəti dəyişdimi? İkinci və üçüncü elementi qoşduqda voltmetrin göstəricisi dedik artdı, ampermetrin göstəricisi də artdı. Onların bir-birinə nisbəti dəyişməz. Yəni, R bərabərdir U bölək I nisbəti dəyişməz. Hər ikisi çünki artır. Fəaliyyət zamanı lampanın ucatına gərginlik neçə dəfə artdısa, cərəyan şiddəti də eyni dəfə artdığını gördük. Deməli, lampadan keçən cərəyan şiddəti sıxacılarındakı gərginliklə düz mütənasibdir. Yəni, dövr elementinin uclarındakı gərginlik cərəyan şiddəti arasında əlaqəni alman alimi Georg Ohm müəyyən etmişdir. Ohm qanununa görə də dövr elementinin uclarındakı gərginlik bu element cərəyan şiddətinə nisbəti sabitdir. Yəni, elektrik müqavimət R bərabərdir U bölək I. Onun I-yə nisbəti bayaq biz gördük ki, sabit kəmiyyətdir. Bu da müqavimət adlanır. R bərabərdir U bölək I. Elektrik müqavimət skalyar kəmiyyətdir. Vahidi ohmdur. R bərabərdir U bölək I. O da bərabərdir. Gərginliyin vahidi volt bölək cərəyan şiddətinin vahidi amper. Volt bölək amper o da bərabərdir 1 ohm. Cərəyan keçən lampanın spiralı wolfram materialından hazırlanır. Spiraldan cərəyan keçərkən nizamlı hərəkət edən elektronlar metaldakı ionlarla toqquşur. Yəni, toqquşma elektronların nizamlı hərəkətinə mane olur. Nəticədə elektrik müqaviməti yaranır. İkinci fəaliyyətə baxaq. Cərəyan şiddəti ilə müqavimət arasında əlaqənin araşdırılması. Ləvazimat, qalvanik element, birləşdirici naqillər, açar müqavimətləri fərqli olan 2 lampa, voltmetr, ampermetr. Deməli, şəkildəki dövrəni qurun. Açarı qapayıb ampermetr, voltmetrin göstəricisini cədvəldə qeyd edin. Açarı açıb lampanı digər lampa ilə əvəz edin. Deməli, açarı yenidən qapayın və üçüncü addımı təkrarlayın. Hər iki halda lampanın müqavimətini hesablayıb uyğun sütuna yazın. Müzakirə edin suallarına baxaq. Cərəyan şiddəti müqavimətə görə necə dəyişdi? Biz burada gördük ki, müqaviməti böyük olan lampada cərəyan şiddəti azdır. Müqaviməti kiçik olan lampanı birləşdirdiksə isə dövrəyə cərəyan şiddəti daha çox olur. Yəni, cərəyan şiddəti müqavimətlə tərs asıllığını gördük. Yəni, dövr elementinin uclarındakı gərginlik elementdən keçən cərəyan şiddəti onun müqaviməti arasında ohm qanunu ilə müəyyən olunur. Bu üç kəmiyyətdən ikisini bildikdə digərini hesablamaq olur. Yəni, I bərabərdir U bölək R. Məsələn, U ilə R gərginliklə müqaviməti biliriksə, cərəyan şiddətini hesablaya bilərik. Müqaviməti hesablamaq üçün
gərginliklə cərəyan şiddətinin qiymətini bilməliyik. Gərginliyi hesablamaq üçünsə cərəyan şiddət və yaxud da müqavimətin qiymətinin verilməsi kifayət edir. Yəni 3 kəmiyyətdən ikisi verilərsə, digərini hesablamaq üçün I bərabərdir U bölək R düsturundan istifadə olunur. Deməli, közərmə lampalarından enerjinin böyük hissəsi işığa deyil, istiliyə çevrilir. Buna görə də belə lampalarda iqtisadi cəhətdən o qədər əlverişli deyil. Məsələ həllinə baxaq. Elektrik lampasından keçən cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılılıq qrafiki verilmişdir. Lampanın müqavimətini hesablayın. Cərəyan şiddəti deməli verilib. Biz 2 amperin içində götürə bilərik. 1 amper içində 2 amper götürək. I bərabərdir 2 amper. Gərginliyi U bərabərdir 3 volt. R bərabərdir U bölək I düsturundan. Buradan müqaviməti tapaq. R bərabərdir U bölək I-dən 3-ü bölürəm 2-yə. O da bərabərdir 1,5 ohm. Deməli, müqavimət 1,5 ohmdur. Düşün, müzakirə et, paylaş. Sizcə nə üçün elektrik qızdırıcısının cərəyan mənbəyi ilə birləşdirən naqil az, onun spiralı çox qızır? Deməli, elektrik qızdırıcısının cərəyan mənbəyi ilə birləşdirən naqilin az qızmasına səbəb naqilin müqavimətinin çox olmasıdır. Spiralın çox qızmasına səbəb isə spiralın müqavimətinin az olmasıdır. Yəni, müqavimətinin az-çox olmasına görə, dəyişməsinə görə fərqlənir. Öyrəndiklərinizi tətbiq edinə baxaq. Birinci tapşırıq. Azər şəkildəki elektrik dövrəsini yığdı. A variantı lampanın müqaviməti 10 ohm olarsa, onun uclarındakı gərginlik nə qədər olar? Biz şəklə baxanda görürük ki, cərəyan şiddəti 0,4 amperdir. R də bərabərdir 10 ohm. Deməli, U bərabərdir IR düsturundan 10 ohmu vururam 0,4 amperə. O da bərabərdir 4 volt. Deməli, dövrədə gərginlik 4 volt olar. B variantdakı tapşırığa baxaq. Dövrədəki qalvanik elementə daha bir qalvanik element qoşularsa, yəni ardıcıl. Lampanın müqaviməti dəyişərmi? Cavabınızı əsaslandırın. Bəli, dövrədə qalvanik elementə daha bir qalvanik element qoşularsa, ardıcıl birləşmədə cərəyan şiddəti artır. Cərəyan şiddəti artırsa, bu zaman gərginlik də artır. Ona uyğun olaraq gərginlik də artır və lampanın müqaviməti dəyişmir. İkinci tapşırığa baxırıq. Linzat lampanın gərginliyini dəyişərkən cərəyan şiddətinin qrafikdəki kimi dəyişdiyini müəyyən etdi. İnanıldan asılı xəttdir. İndi A variantı. Qrafikə əsasən lampanın müqaviməti haqqında nə demək olar? Cavabınızı əsaslandırın. Deməli, lampanın müqaviməti dəyişməyib. Cərəyan şiddəti əgər artırsa, gərginlik artırsa, bu zaman müqavimət dəyişmir. B variantının tapşırığına baxaq. Necə gərginliyi artırdıqda, yoxsa azaltdıqda lampanın parlaqlığı artar? Sizcə buna səbəb nədir? Licat gərginliyi artırdıqda lampanın parlaqlığı artar. Buna səbəb cərəyan şiddətinin artmasıdır. Yəni, gərginliyi artırdıqda cərəyan şiddəti də artır. Gərginliklə cərəyan şiddəti xətti asılı olaraq düz mütənasibdir bir-birindən. Ona görə də parlaqlıq artanda gərginlik də artmalıdır. Üçüncü tapşırığa baxaq. Nigar qurduğu dövrədəki lampanın müqavimətini müəyyən etmək istəyir. O lampanın müqavimətini hansı cihazlar vasitəsilə və necə müəyyən edə bilər? Bu cihazlar lampaya necə qoşulmalıdır? Deməli, müqaviməti müəyyən etmək üçün 10 metrdən istifadə etməlidir. 10 metr olmasa, R bərabərdir U bölək I düsturuna görə, gərginlik voltmetrlə, cərəyan şiddəti isə ampermetrin ölçüldüyünə görə, əgər 10 metr yoxdursa, voltmetr və ampermetrdən də olarsa istifadə edib ölçə bilər. Bu cihazlar lampaya necə qoşulmalıdır? Voltmetr lampaya paralel, ampermetr isə lampaya ardıcıl olaraq qoşulur. Öyrəndiklərinizi yoxlayına baxaq. Birinci tapşırıq. Metallarda elektrik müqaviməti necə yaranır? Deməli, sərbəst elektronların metal ionlarla toqquşması nəticəsində yaranır. Yəni, toqquşmada elektronların nizamlı hərəkətinə mane olur. İkinci tapşırığa baxarıq. Ohm qanunu necə ifadə olunur? Ohm qanunu R bərabərdir U bölək I-yə nisbəti gərginliyin cərəyan şiddətinə R bərabərdir U bölək I.
Yəni gərginliyin dövrə uzunluğuna gərginliyin zərər şiddətinə nisbəti ilə müəyyən olunur. Sonra elektrik müqavimətinin vahidi hansıdır? Müqavimətin vahidi ohmdur. 4-cü, U bölək R ifadəsi ilə hansı fiziki əməliyyat təyin olunur? U bölək R bərabərdir I, yəni cərəyan şiddəti müəyyən olunur. Növbəti, lampadan keçən cərəyan şiddəti 0,5 amper, lampanın müqaviməti 6 ohm olarsa, lampanın uclarına qoşulmuş voltmetrin göstəricisi neçə volt olar? Deməli, U bərabərdir I vuraq R düsturundan, I 0,5 amper, R də 6 ohm. 0,5 amperi vururam 6 ohma, o da 3 volt. Deməli, voltmetrin göstərişi 3 volt olar. 6-cı tapşırığa baxaraq, zərər şiddətinin gərginlikdən asılılıq qrafikinə əsasən müqavimətlərin R1-in R2-yə nisbətini hesablayın. Əvvəlcə R1 bərabərdir. Qrafika baxanda görürük ki, cərəyan şiddəti I1 bərabərdir, əvvəlcə yazaq 20 amper, U1 bərabərdir 5 volt, o da R1 bərabərdir 5-i bölürəm 20-yə, o da bərabərdir 0,25. 0,25 deməli, R1 0,25 ohm, R2 bərabərdir U2 bölək I2, o da U2 bərabərdir 10 volt, I2 də bərabərdir 10 amper. Deməli, R2 bərabərdir 10-u 10-a bölsək 1 ohm. Deməli, R1-in R2-yə nisbəti. R1 0,25-i bölürəm 1-ə, o da bərabərdir 0,25. D variantı. Bu qədər uşaqlar, sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.